Əziz dostlar, bugün istirahətimin ikinci günü. Bugünkü vloqum dünənkindən də maraqlıdır. Səbirlə axıra qədər izləməniz məsləhətdir. Səhər saat 11-ə işləyib üz tutdum çimərliyə. Dünən biraz gecikmişdim. Şezlong tapmaqda çox çətinlik çəkdim. O səbəbdən bugün düşündüm ki, tezdəndir yəqin ki, ürəyim istəyən yeri taparam, seçərəm. Amma düşündüyüm kimi olmadı. Videonu axıra qədər izləsəz səbəbini görəcəksiniz. Və həyətimizlə çimərliyə doğru gedərkən yol üstü sizə həyətdə olan idman alətlərini göstərmək istədim. Və bunların hamısı ödənişsizdir dostlar. Hətta çimərli özdə bütün orada yaradılan şəraitin hamısı pulsuzdur bizim üçün. Və burada bir idman aləti var. Hər zaman buradan keçərkən düşünürdüm ki, bu nə üçündür? Bu. Qeyd edim ki, çox da maraqlıdır, çox əyləncəlidir. Məncə bu boy uzatmaq üçündür. İndi bilmirəm, bəlkə də səhvim var. Bilənlər yazsınlar. Amma yeri vardı dostlar. Bilirəm, yazacaqsınız. Utanmır, bu nə hərəkətdir. Mən dəvəsi ölmüş hərəkət. Öyrəşmişəm daha sizin belə kommentlərə olsun. Yenə yazarsınız ürəyiniz nə istəsə. Yol üstü burada fast food yeməkləri var. Gəldim çatdım çimərliyə. Olmazsa olmazım, vazkeçilməzim qarğıdalı. Çox dadlı bişirirlər. Bilmirəm nə cür bişirirlərsə. Və dostlar, özünüz gördünüz ki, niyə mən şezlong tapa bilmədim? Çünki səhər saat 8-dən hər yeri məşğul ediblər. Üz tutdum yenə dünənki yerimə. Olsun. Deməli saat 8-də gəlmək lazımdır. Amma yox. Elə mən gəldiyim vaxt daha yaxşıdır. Günün qızmar vaxtı. Bu da yaxtadır, kiminsə yaxtası. Dostlar, bu gördüyünüz villa Rus estradasının karolu. Adını deməyəcəm. Tapın görək kimin villasıdır. Hətta ipucu verim sizə. Bizim pop divamızla dueti də var. Yəqin ki, sualı biraz yumşaltdım. Bu da ördək balaları. Özlərini suya veriblər. Sualın cavabını bilənlər bu videonun altında bolluca yazın. Görsünüz necə mədəni istirahət edirlər. Ürəyimdən keçdi. Mən də kaş ki qayıqla belə səyahətə çıxa bilərdim. Kürək çəkə bilərdim. Amma mən sudan çox qorxuram. Onlar gözlərini açıb, özlərini suyun içində tapıblar. Bugünlük də bu qədər. Səhifəmizlə